Videolarımın birində öz biznesini qurmaqla bağlı bir video paylaş deyə rəy gəlmişdi. Tam olaraq oraya və digər bu mövzunu istəyənə hər kəsə özəl bir video çəkirəm. Hal-hazırda öz biznesini qurmağa çalışan biri olaraq diqqət etdiyim məqamlar, kaş daha öncədən bilsəydim dediyim şeylər, hamısını bir-bir sizə detallı şəkildə izah edəcəm. Bir biznes nə zaman uğurlu olar, bir biznesi idarə etmək üçün nələr olmalıdır əslində. Bunları abartmadan, bəzəmədən, düzəmədən, çox belə qeyri-adi şeylər deyirmiş kimi davranmadan, sadəcə sizə bir neçə məqama toxunaraq həm öz təcrübəmdən, həm də sizə bir xatırlatma olsun deyə qısa bir video çəkəcəm açığı. Əvvəlcə sizə öz şəxsi təcrübələrimdən qısa bir şəkildə keçmək istəyirəm. Mən hardasa 1 il öncə bir onlayn biznes qurmuşdum və sizə onun üzərindən nə etməli olduğunuz əsas məqamı deyəcəm əslində. Hal-hazırda bir UX UI dizayner olaraq bizim əsas məqsədimiz odur ki, bir şey yaratmalıyıq və ya var olan bir şeyi daha fərqli bir şəkildə başdan yaratmalıyıq. Yəni elə eləməliyik ki, insanlar ondan istifadə etsin. Başa düşdünüz? Yəni bizim öncəliyimiz insanların ehtiyaclarını tamamlamaqdır. Tam olaraq biznesdə, yəni bu çox başlıca bir məqamdır. Mən bunu bilmirdim UX UI təhsilimdən öncə. Amma ondan əvvəl də bir səhifəm var idi, Şentastik səhifəm. Bu səhifəni açanda mən demək olar ki, sıfır nöqtəsində idim. Yəni həqiqətən, yəni o səhifəyə ehtiyac var idi. Başa düşdünüz? Başqa cür mümkün deyil. Və bir insanın başqa çarəsi olmadığı anda nələrdənsə uğur qazanır. Həqiqətən mən buna inanıram. Çünki bütün uğur qazanmış hekayələrə baxanda hamısının bir sözü var. Bu olmalıydı. Çünki ehtiyacım var idi. Başqa yolum yox idi. İnsan çarəsiz qaldığan hər şey eləyir, inanın mənə. Siz çalışın, çarəsiz qalmağı gözləməyin. Disiplinli olun və istədiyiniz şeyləri əldə edin. Mən bu Şentastik səhifəmi açanda düşündüm. Mən bir şey eləyəcəm. Amma nə eləyəcəm? Ondan sonra başladım ki, səhifə açacağam. Amma ağlımda heç nə yox. Dedim ki, mən hər şeyi olduğu qiymətə gətirəcəm. Shine tətbiqi bilirsiniz yəqin, yoxsa yox. Onda Temu yox idi. Temu bizimcə axırdan axıra vaxtlarımızda çıxdı. Shine-dan keyfiyyətli məhsullar çoxdur. Həqiqətən çox gözəl məhsulları var. Amma limit var. 85 yoxsa 80 manat. Heç kim 80 manatlıq nəsə almaq istəmir bir anda. Amma məsələn 20 manatlıq nəsə istəyən var, 10 manatlıq nəsə istəyən var. Düşündüm ki, insanların buna ehtiyacı var. İnsanlar bunu ödəmədən nələrsə almaq istəyirlər. Bunun üçün nə yarada bilərəm mən? Deyə düşündüm və bunu açdım. İnanın ki, onda çatdırılma, ödənişi alın falan filan bu tərs heç nə düşünmürdüm. Sadəcə deyirdim ki, məsələn 10 manat 20 qəpikdirsə mən onu özünə deyəcəm, qarşı tərəfin onu 11 manat hesablayacağam da. Yəni o qəpiyin üzərini tamamlayacağam. Yəni bu dərəcədə idim də, inanın mənə. Yəni tam səmimi şəkildə deyirəm sizə. Nəysə bunu bu şəkildə başlatdım və o səhifəyə 2 ayda 7000 real izləyici yığdı. Amma bu təkcə mənim o insanların ehtiyaclarını tamamladım deyə olmadı. Mənim orada davamiyyətim var idi. Mənim orada disiplinim var idi. Mənim orada o qədər əziyyətim var idi ki, yəni Şentastik deyəndə mən siz övladım kimi doğma gəlir mənə. Çünki o mənim elə anımda, məqamımda, o mənim həyatımı dəyişdi, başa düşdünüz? O dönəm nələr eləmişdim? Hal-hazırda bir UX UI dizayner olaraq app üzərində işləyirəm. Yəni onun gələcəyi çox parlaq olacaq. Buna çox qəlbdən inanıram. Bununla bağlı da nələr edirəm, nələrə diqqət edirəm, hamısını detallı şəkildə danışacağam sizə. Deməli, sizə qısa şəkildə başlamaq istəyirəm. Heç söhbəti döndərib dalaşdırmayacağam. Sadəcə olaraq öz real hekayəmi danışmaq istədim ki, burada kimdən məsləhət aldığınızı bilin, başa düşdünüz? Yəni qarşınızdakı insanın bir real təcrübəsi var və sənə bir məsləhət verir. Bu okey. Amma düşün ki, heç bu şəkildə bir təcrübəsi olmayan bir insanın məsləhətinə nə qədər inana bilərsən ki? Bunun üçün qısaca bir açmaq istədim sadəcə. İndi başlayaq mövzumuza. Mövzunun ən önəmli və ən başlıca məqamını qısa şəkildə izah elədim sizə. İnsanların ehtiyaclarını tamamlamalısan. Birinci yerdə oturub düşünəcəyin tək şey bu olmalıdır. Nə edim ki, insanların buna ehtiyacı olsun. Nə edim ki, insanlar buna ehtiyac duysun. İnsanlar ayda filan şey olsa necə gözəl olardı dediyi şey var, bax onlara fokuslanın. Bilsiz mövzu nədir? Ki, qapaq açanlar var, belə bir qəribə dəmir, belə deyirsən, açılır, bildiniz nə deyirəm. Məsələn, biri çıxsa desə ki, bunu icad eləyəcəm, bunu yaradacam mən. Nə dərəcə diqqət çəkər ki?
heç bir dərəcədə çəkməz. Çünki artıq o var. Amma onun olmadığı bir anda onu çıxaran insan dünyaları satdı, yəni onunla. Və bəlkə də indi həyatı çox başqa bir yerdədir. Gördünüz, indi ona ehtiyac yoxdur. Var çünki o. Sizin fokuslanmalı olduğunuz yer nə yoxdur, nə əski idi. İnsanların həyatında, yer üzündə nə əski idi, insanların nəyə ehtiyacı var. Bunu tapmalısınız. Əsas məqam bilirsiniz nədir? Nə bilim, rəsm çəkməyi sevirəm, ancaq öz sevdiyim şəkilləri çəkim, qoyum ki, satılsın. Bu nə dərəcə satılar? Məsələn, birini bəyənərlər, hə, alarlar, okey. Amma bu davamlı getməz. Amma sən desən ki, hər kəsin istədiyi şəkli çəkirəm, onda daha çox satarsan. Çünki sən insanların ehtiyacını tamamlayırsan. Yox, sən öz sevdiyin şeylər eləyəcəksənsə, bu biznes olmur. Bu sadəcə bir hobi olur. Çünki sən sadəcə öz istədiyin şeylər eləyirsən. Biznes olmaq üçün insanlara toxunmalısan. Mövzu burdadır. Yəni 100 iş qurarsan, onun sadəcə biri tutar, o da insanların ehtiyaclarını ödəyən olar. Başqa, yəni o 99-undan 50-ni üzməli olarsan. Ətrafdan yeni bilgilər alın. Necə, nə demək istəyirəm? Məsələn, mən o Instagram dönəmində mənim Instagramdan başım çıxmırdı. Mən Instagram nə olan şeydi bilmirdim. Hətta mən bilirsiniz, yəni 1 il əvvəlin söhbətdə, 1 il əvvələ qədər mən Instagramda o şəkillər qoyurlar, yan-yana sürüşdürürsən, çıxır səhifədə. Yəni mən onu necə eləyirlər, onu belə bilmirdim, başa düşdünüz? Yəni o dərəcə sıfırdaydım. Mən həmin dönəm hər gün bəlkə onlarla videoya baxırdım. Instagram algoritması, algoritma. Beynim şişmişdi. Və mən o algoritmanı elə bir şəkildə öyrəndim ki, burada tək insanların ehtiyacları deyildi. İnsanların ehtiyaclarını ödəyirdim. Əla. Sonra Instagramın algoritmasını öyrəndim. Nəyi necə eləməliyəm, onu öyrəndim. Super. Bir iş görmək istəyirsənsə, onu öncədən bir araşdır. Araşdır, gör insanlar o işə başlayanda hansı əziyyətləri çəkirlər, hansı problemlərlə qarşılaşırlar. Məsələn, bir biznes eləmək istəyirsən, amma kimləsə soruşarsan, deyər ki, onun altında belə şeylər yatır. Onda artıq onu eləmək istəmərsən. Bunları öncədən bilməlisən. Çünki zaman itirmək lazım deyil. Növbəti gələk davamiyyət. Bax şeytanın qıçı burada çat elədi, qırıldı. Davamiyyət var ha. O davamiyyəti qoruduğun an edə bilməyəcəyin heç nə yoxdur. Edə bilməyəcəyin heç nə yoxdur. Bax, mən o Instagramı 9 ay yoxsa 1 ilə yaxın işlətdim. Səhv eləmirəmsə 9 ay. 9 ayın tamamında artıq xaricə köçdüm deyə onu orada bağladım, davam elətdirmədim. 9 aya yaxın deyək ki, mən bunu işlətdim. Heç 9 deyil, bəlkə də 7 aydır. Nəsə mən bunu 7-9 ay işlətdim. Mən 2000-dən çox insana çatdırılma eləmişdim. 2000-dən çox insana. O müştərilər hardan gəlmişdi mənə? Qara qaşıma, qara gözümə yox. Onda heç qara qaşımı, qara gözümü də görmürdülər. Çünki özümlə bağlı nəsə paylaşmırdım. Mən onu davamiyyətlə qazandım. O zamanlar Instagramda planlama yox idi. O indi planlayırlar. O yox idi. Planlayırsan avtomatik özü paylaşır. Həmin dönəm mən girirdim, budilnik qururdum. Həmin algoritmanı öyrənmişdim axı. Həmin dönəm hansı saatlarda, nə vaxtlar mənim səhifəm aktiv olurdu, izləyicilərim aktiv olurdu. Onlara uyğun hamısı budilnik çağırırdı. Gündə 5 dəfə budilnik səsi gəlirdi. Düşünən ki, əlimdə iş olduğu anda belə mənim o budilnikimi çağırırsa hər şey atırdım kənara və girirdim, postumu paylaşırdım. Bəzən həqiqətən ürəyim istəmirdi, bəzən bezirdim artıq sifariş şeylər, məhsullar tapmağa, paylaşmağa. Yəni bezdiyim dönəmdə olurdu, amma davam etdirirdim. Yəni o davamiyyəti pozmadığınız müddətdə sizin eləyə bilməyəcəyiniz bir şey yoxdur. Yəni buna həqiqətən inanın. Yəni bilirsiniz mövzu nədir? Yəni o davamiyyəti ki pozmadısa, yəni o çox başqa bir şeydir. Mən o davamiyyəti heç vaxt pozmurdum. Burada Instagram və s. heç bir şəkildə fərqi yoxdur. Siz davamiyyətinizi qoruduğunuz müddətdə uğur hər zaman sizi tapacaq. Qısa konkret sizə özətləsəm, deyəcəyim tək şey bunlar. Fərqli ol. Davamiyyətini hər zaman qoru. Xəstə də olsan, ürəyin istəməsə belə, artıq ehtiyac duymasan belə davamiyyətini qoru. İnsanların ehtiyaclarını ödə. Yəni insanların boşluğunu tap. Ətrafında, dünyada nə əski idi, nə eləsən daha yaxşı ola bilər. Yəni hələ də nələrsə var, əski olan, daha yaxşı ola biləcək şeylər hələ də var. Ona görə biraz araşdır. Bir işə başlayıb kör-körənə başlamaqdansa biraz araşdır və işinizi həqiqətən gözəl görün. İşini gözəl görən hər insan işində uğur qazanır. Burada bir balaca mükəmməliyyətçi də ola bilərsiniz. Olun, neynək? İş mühitində bir balaca mükəmməliyyətçilik yaxşıdır. Çünki daha yaxşı iş çıxardarsan. Sən daha yaxşı iş çıxartdığın an hər kəsin hər zaman sənə
ehtiyacı olacaq. Bax, mən bir işdən çıxsam, mən bilirəm ki, mən itirmirəm, o iş yer itirir. Çünki mən bilirəm mən necə gözəl iş görürəm. Mən bilirəm mən necə məsuliyyətli, necə disiplinli, necə davamiyyətli insan olduğumu və necə möhtəşəm işlər çıxara biləcəyimi bilirəm. Amma o itirdi, bilirəm. Çünki o mənim üçün hələ mənim kimi bir işçi tapmayacağını mən bilirəm. Bax, mövzu odur ki, belə olmalısınız. Elə olun ki, işdən çıxanda siz yox, onlar itirsin. Siz itirmirsiniz onsuz da. Sizin bu xarakterindən, bu disiplinlə hər yerdə tapacağınız milyon iş var. Amma onlar itirsin. Bax, mövzu buradadır. Ümid edirəm ki, bu videoya baxan qız, oğlan fərq eləmir. Hər kəs bir gün öz biznesini qurar, öz işini qurar və çox gözəl yerlərə gələr. Və çox xahiş edirəm, nə vaxtsa bir biznes qurmaq istəyirsinizsə və ya hər hansısa bir iş üzərində işləyirsinizsə, oxuyursunuzsa, bunu mənimlə paylaşmağı unutmayın. Çünki mən də görmək istəyirəm ki, mənim ətrafımda necə gənc ruhlar var. Və bu videonu bəyəndinsə, abunə olmağı unutma. Çünki mənim sənin kimi gənc və inkişaf yönümlü ruhlara ehtiyacım var. Kanalımda buna bənzər bir çox videolar tapa bilərsən. Özünə çox yaxşı bax, səni çox öpürəm. Hələlik.